Azərbaycanımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda vuruşaraq 1988-ci ildən bu günə kimi cəmi şəhərlərimin ruhu qarşısında baş verirəm. Bütöv gedib yarım gələn qazilərimizə Allah'ın şəhvat diləyirəm. Rəşadətli ordumuza, İlham Əliyev cənablarına güc qüvvət diləyirəm. Mən Azərbaycan üzrə şəhid ailələrinə yardım və hüquqların müdafiəsi İctimai Birliyində Qadınlar Şurasının sədriyəm. Mən şəhidlərimin, qəhrəmanlarımın belə bayraqlarını düzəldib analarına verirəm, ehsan edirəm, Allah qəbul eləsin. Bu gün isə mən qəhrəmanımız Eliyar Əvvəliyev Arifoğlu'nun bayrağını düzəltmişəm. Allah anasına səbir versin, atasına səbir versin. Baş sağ olun belə. Bu ise bizim Əhməd babanın bayrağıdır. Allah atasına, anasına səbir versin. Bu ise bizim Qax rayonunun Kamran babanın bayrağıdır. Allah əzizlərinə səbir versin, dözüm versin. Allah rəhmət eləsin. Bu da Daşqın balamızın bayrağıdır. Ruhu qarşısında baş əyirəm. Bu ise bizim idmancı balamız Elfat balamın bayrağıdır. Allah rəhmət eləsin, ruhu qarşısında baş əyirəm. Rezvan bala Tərtər rayonundandır. Tərtər rayonunda vuruşub, Tərtər rayonunda dəfn olunub. Allah bacılarına səbir versin, atasına, anasına rəhmət eləsin. 1992-ci ildə bizim azadlığımızı, suverenimizi qoruyan oğullardan biridir. Bu da bizim Fuat balamızdır. Allah atasına, anasına səbir versin. Allah qəbul eləsin. Bu da bizim Aydəniz balamızdır, qəhrəmanımızdır. Allah səbir versin atasına, anasına, ruhun qarşısında bir daha baş əyir. Bu da bizim Arsin balamızdır. Allah anasına şəfa versin, atasını saxlasın, Allah ömür versin. Valideynlərinə ruhu qarşısında baş əyir. Allah qəbul eləsin. Məhəmməd bizim ocağımızdan gedib 1990-cı ildə 19-undan 20-sinə keçən gecə 20 yanvar hadisələri vaxtı bizim Naxçıvanımızın Sədərəkkanında atışmalar oldu. O atışmalarda 6 dənə şəhidimiz oldu. O 6 şəhiddən biridir. Bu da mənim baldızımın yoldaşıdır. Həmən gün şəhid oldu 19-undan 20-sinə keçən gecə. 30 erməni öldürmüşdü, başına ermənilər pul qoymuşdular. Bizim belə qəhrəman oğullarımız olub, yol qarşısında baş əyir. Allah yoldaşına səbir versin, balalarını saxlasın.